Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov Azərbaycan hakimiyyəti ilə uzun müddətdəki aparılan danışıqların nəticəsində Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn İsveçrənin Xarici İşlər Naziri Lidiye Bukalterin müşayiəti ilə İsveç hökumətinə məxsus təyyarə ilə Azərbaycanı tərk edib. Xatırladaq ki, Azərbaycan hüquq mühafizə orqanları tərəfindən vergidən yayınmaqda və digər iqtisadi cinayətlərdə itham olunan Emin Hüseynov 10 aydan çoxdur ki, İsveç səfirliyinə olmuşdu. 35 yaşlı hüquq müdafiəçisi Emin Hüseynov artıq İsveçrənin Bern şəhərindədir və 2015-ci ilin sentyabrınadək İsveçrə və ya Avropa ölkələrindən vətəndaşlıq almaq və Azərbaycan vətəndaşlığından imtina etmək üçün sənədlər hazırlayacaq. Avropa aparıcı media qurumlarının ona müraciətlərinə baxmayaraq Emin Hüseynov müsahibə verməkdən imtina edir. Məsələni şərh edən Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü John Kirby Azərbaycan hökumətinin Emin Hüseynovla bağlı bu qərarını alqışlayıb.